Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Ekrana yaxın əyləşin. Biz bu günlərim kanalımıza daxil olan müraciətləri nəzərinizə çatdıracağıq. Onu qeyd edək ki, müraciətlər kimlərinsə tərəfindən göndərilibsə, biz bunu hələ ki anonim olaraq saxlayacağıq. Bütün rayonlarda tədbirlər keçirilir. Yəni, rayonun ictimai-siyasi tədbirləri olur. Biz birinci bu haqda danışaq. Ağdam rayonunda tədbir keçirilir. Baxın, Ağdam rayon tabiçiliyində fəaliyyət göstərən məktəbin direktorları, eyni zamanda bağça müdürləri hər biri tədbirdə iştirak edir. Mən bunu alqışlayıram. Təbii ki, gözəl. Rayonunda olan bütün tədbirlərin keçirilməsində Ağdam inzibati ərazisində fəaliyyət göstərən məktəbin direktorları, müəllimləri, bağçanın müdürləri, işçiləri o tədbirlərdə iştirak edirlər. Biri, necə deyərlər, xonça gətirir, biri şirniyyat badnosları gətirir, biri meyvə badnosları gətirir. Hərə, necə deyərlər, əlindən gələni edir ki, rayonumuzda tədbir mükəmməl keçsin. Təbii ki, bu hər birimizin borcudur. Lakin bir məsələ var. Rayon tədbirlərində ürəkdən iştirak edənlər nədənsə müəllimlər günündə kənarda qalırlar. Niyə? Çox maraqlıdır. Baxın, heç bir rayon tədbirində olmayan, iştirak etməyən, Ağdam rayonun təhsil sektorun tabiçiliyində fəaliyyət göstərən Bakı şəhərində, Qaşqın məktəblərinin birində və yaxud da demək olar ki, bir neçə Qaşqın məktəblərin müəllimləri, yəni direktorları və yaxud da bağça direktorları müəllimlər günündə fəxri fərmanlarla təltif olunur. Və fəxri fərmanda yazılır ki, rayon tədbirlərində yaxından iştirak etdiyinə görə təltif olunur. Çox maraqlıdır. Həmin şəxs rayon tədbirlərində iştirak edibmi? Necə olur? Necə olur? Bax, sizə sual verirəm. Hörmətli Ağdam rayonunun səlahiyyətli şəxsləri, baxın, Ağdam rayonunun inzibati ərazisində fəaliyyət göstərən direktorlar gəlir, həmin tədbirdə yaxşı iştirak edirlər, ancaq müəllimlər günündə fəxri fərmanlar iştirak etməyən, orada olmayan, rayon tədbirlərinin bir işinə yaramayan şəxslərə verilir. Özdə orada qeyd edirsiniz ki, rayon tədbirlərində yaxından iştirak etdiyinə görə təltif olunur. Axı, bu hansı dərəcədə düzgündür? Onda belə çıxır ki, bütün rayon tədbirlərində iştirak edən direktorlar, bağça müdürələri sizə əl çalmağa, eyni zamanda yer doldurmağa və meyvə, şirniyyat badnosların gətirilməsi üçün lazımdır. Eləmi? Mən xahiş edirəm, bu fəxri fərmanları verəndə diqqətli olun. Mənim aldığım məlumata görə Ağdam rayon ictimai-siyasi, humanitar məsələlər üzrə müavin var, Xəqani Nəzirov. Elə mən buradan onu da salamlayıram və mənim onun nəzərinizə çatdırım ki, həmin şəxs, yəni Xəqani Nəzərovla heç bir düşmənçiliyim yoxdur. Mən onu bir insan olaraq da çox istəyirəm. Sadəcə bizə müraciətdə qeyd olunur ki, Xəqani Nəzərov Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən bağça müdiriyyəsinə havadarlıq edir. Niyə? Nəyə görə? Axı o sənin qohumun deyil. O adamla heç bir qohumluq əlaqən yoxdur. Necə ola bilir ki, Ayşə, səhv eləmirəmsə adı Ayşədir. Ayşə xanım rayon tədbirlərinin heç birində iştirak etmədən
Necə ola bilir ki, rayon icra hakimiyyəti, yəni Ağdam rayon icra hakimiyyəti ona fəxri fərman verir ki, rayon tədbirlərində yüksək səviyyədə xidmət göstərdiyinə görə təltif olunur. Axı bu yaxşı bir şey deyil. Axı siz kimlərinsə haqqına girmiş sayılırsınız. Hörmətli Xəqani Nəzərov, sizin adınız qeyd olunur ki, həmin Ayşə xanıma havadarlıq edən şəxs sizsiniz. Bax, niyə havadarlıq edirsiniz? Nəyinizdir sizin? Sual verirəm sizə. Bu günlərim mən icra hakimiyyətində çalışıramsa, bu demək deyil ki, mən burada kimlərəsə havadarlıq eləməliyəm. Hörmətli Xəqani Nəzərov, sizə səslənirəm. Baxın, Ayşə xanım bir neçə illər bundan öncə bağçada onu qeyd edim ki, qanunsuz qrup açmışdır. Qanunsuz. Yoxlama aparıldı. Bu haqda ölçü niyə götürülmədi? Aldığım məlumata görə Xəqani müəllim ona köməklik elədi, ora-bura zəng elədi, nə bilim, sifarişlə, nə tər olsa bu məsələlər bağlandı. Necə ola bilir ki, bu günlərim mənim adamım varsa, mənim ətrafım genişdirsə, mənim yaxşı pulum, imkanım varsa, mən Azərbaycan Respublikasının qanunlarını rahat şəkildə pozub əlimi, qolumu sallaya-sallaya gedə bilərəmmi? Hörmətli Xəqani Nəzərov, gedə bilərəm? Sizə səslənirəm. Niyə şərait yaradırsınız? Bax, sizə sual verirəm. Nələr baş verir? Siz bu günlərin rayon icra hakimiyyətində ictimai, siyasi, humanitar məsələlər üzrə mavinsinizsə, siz bunu edə bilərsinizmi? Sizi ora xalqa xidmət etməyə təyin ediblər. Sizi ora təyin etməyiblər ki, kimlərəsə havadarlıq edəsiniz. Rayon rəhbərliyi, mən sizə böyük hörmətim var. Elə mən bu arada sizi də salamlayıram, təşəkkürümü bildirirəm. Mən xahiş edirəm, fəxri fərmanların verilməsində özünüz şəxsən iştirak edin. Baxın, sizi də alladırlar. Yalandan yazırlar ki, bu adam fəaliyyət göstərir filan bəyəmən. Ancaq heç bir tədbirlərdə iştirak etmirlər. Rayon tədbirlərində zəhmət çəkən, əziyyət çəkən məktəb direktorları, bağça müəllimələri, bağça direktorları qalır qıraqda, əziyyət çəkməyən fəxri fərmanla təltif olunur. Belə eləməyin. Bu normal bir şey deyil. Keçək ikinci məsələyə, dəyərli izləyicilərimiz. Bağçalar üzrə inspektor var, Sevinç xanım. Onun adı qeyd olunub. Deməli, Sevinç xanım yoxlamalara gedir. Özü ilə birlikdə komissiyanın üzvü var, Esmira xanım. Esmira xanım, onun nəzərinizə çatdırım ki, Ağdam rayon sabiq icra başçısı, çox hörmətli Raquf Məmmədovun qızının baldızıdır. Esmira xanım. Baxın, Esmira xanım, bunu mən demirəm, bunu yazılan bizdə məktubda qeyd olunur və rayon bağçaları hər biri Esmira xanımı gözəl tanıyır. Bu adamın özünün yoxlanmasına ehtiyacı var. Çünki bu adamın heç nədən başı çıxmır. Lakin kimlərinsə göstərişi ilə mi deyək, sifarişi ilə mi deyək, bugünkü gündə çox hörmətli Sevinç xanım onu yanına götürür, yoxlamalara aparır. Ay hörmətli Sevinç xanım, siz yanınızda apardığınız şəxs bağça müdiriyyələrindən zəng edir, nəyisə soruşan adamdır, bu adamın heç nədən başı çıxmır. Siz bunu necə yoxlamaya aparırsınız? Qarabağ Regional Təhsil İdarəsinin müdürü, çox hörmətli ixtisasca rabitəçi, hörmətli Sənan Mənsimli, Familoğlu müəllim Sənan, sizə səslənirəm. Dəfələrlə bütün bağçalarda yoxlama aparmışsınız, məktəblərdə yoxlama aparmışsınız və siyahları çıxartmışsınız ki, filan məktəbdə şəhid məsəl üçün atası var və yaxud şəhid bacısı var, şəhid qardaşı ilə bir yerdə çalışır, bu qanuna müvafiq deyil, dərhal işindən azad etmişsiniz ki, olmaz. Qardaşla bacı, ata ilə ana və ya ata ilə bala bir yerdə çalışa bilməz. Bunu siz eləmişsiniz.
deyirsiniz ki, qanun icazə vermir. Biz hər birimiz qanuna tabiyik. Lakin, niyə Təhlə kəndinin bağçasında bu hallar örtülü qalır? Niyə? Bağça müdiriyyəsi, Təhlənin bağça müdiriyyəsi onun həyat yoldaşı, onun gözətçisidir. Əgər Azərbaycan Respublikasının qanunvericiliyi hər bir vətəndaş üçün nəzərdə tutulubsa, niyə ona şamil olunmur? Hörmətli Sənan müəllim, Familoğlu müəllim Sənan, niyə? Əgər qanunla gedirsinizsə, onun haqqında da ölçü götürün də, yoxsa gücünüz çatmır ona, yoxsa sizi eşitmir, yoxsa qorxursunuz onunla əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsinə xitam verməyə. Nələr baş verir? Siz orada oturaraq dövlətin inzibati binasından söhbət gedir. Bu məktəbləri, bağçaları belə mi idarə edirsiniz? Sifarişlə mi idarə edirsiniz? Hörmətli Sənan, niyə ölçü götürmürsən Təhlə kəndində bağça ilə bağlı yoldaşı müdürdür, həyat yoldaşı, yəni əri də gözətçidir. Niyə? İndi dərhal göstəriş verəcəksiniz ki, artıq Kanal 21 o haqda danışır, tez onu işdən azad edin. Bunu da bilirəm, gözəl bilirəm. Onun nəzərinizə çatdırım ki, bütün aparılan monitoring yoxlamaları nəticəsində ortaya çıxan negativ hallar haqqında hazırda jurnalist araşdırması aparıram. Bu haqda ictimaiyyətə təqdim edəcəm inşallah. Allah'a emanet olun dəyərli izləyicilərimiz, özünüzdən müğayət olun. İnşallah növbəti yayınlarda görüşənədək.